Son sözü size veriyorum. Buyurun. Bakın, radikal İslamla siyasal İslamcıların əlindən Türkiyə Cumhuriyyətimizi irəli getməmək üçün 21-ci yüzildə modern dövlət olmamaq üçün bunu xəlifəlik ya Osmanlılıq oyunu oynayaraq geri atmaq istəyirlər. Suriya bataqlığında, digər oyunlarda soxmaq istəyirlər. Biz Atatürk'ün qurduğu layiq demokratik cumhuriyyətlə və sınırları içərisində olan bütün Türk vətəndaşının hamısından bir yerdə bir ailə, bir. Onun kimi de Azerbaycan'da. Ben bunu önce de söylemiştim. Bakın ama burada bir şey var. Bu üzerimize gelenlere söyleyin. Bu Türkçülük üstü oynayanlar var. Ermeniler de buna koşulmuş. Rumlar da, Yunanlar da. Bakın çok tehlikeli oyundu. Türkçülük akımı hareketi. Haddinden artık çok tehlikeli var. Bunu bizleri bu hareketin, Türkçülük hareketin harekete geçmesine zemin yaratmayın. Oynamayın. Məcbur etməyin. Əgər məcbur qalırsaq, Türkçülük hərəkətə başlayarsa, acımasız olacaq. Kiminsə göz yaşına baxmayacaq. Kim bu dostdur, mostdur, kimdir, baxmayacaq. Bunu bizi zorlamasınlar, bizi məcbur etməsinlər. Mənim deməyim budur. Biz qardaş dedikcə, dost dedikcə, əkməyimizi, çörəyimizi kəsib bir yerdə yedikcə, bunlar onun bunun fitnəsinə gedərək, Erməninin, Yunanın, onun bunun hamısı üstümüze gələrək, episkopu, psikopusu, vazgeni, mazgeni hamısı üzərimizə gələrək, arxalarına imperialist gücləri alaraq, kiməsə 2 dənə silah veriflər, üzərimizə gələrək Yun tərəfdən, o Rum tərəfdən, o tərəfdən, bu tərəfdən bunu etməsinlər. İçimizdəkilərə səslənirəm mən. Dövlətdə olan, görevdə olanlara səslənirəm. Əgər buna siz məcbur edib zəmin yaradarsınızsa, çox bizimlə Kürtçülük, Türkçülük oyunu oynayarsınızsa, Türkçülük hərəkətə keçərsə də, bayaqları Emrullah bəy dediyi kimi, vətəndaşımızın hər biri bir ordudur. Bunu kimsə şübhə etməsin. Və acımasız olar. Bunu məcbur etməyin bizə. Mənim demək istədiyim budur. Ağıllı, demokratik, liberal, reform yazmaq, formalaşmaq, dövləti yeniləşdirmək lazımdır. Gənc beyinlərimizi, igidlərimizi, düşüncə beyinlərimizi bir yerə toplayaraq, dövlətin bütün sahələrinə yerləşdirərək, dövləti irəli çəkmək lazımdır. Yarın gec olacaqdır. Bu xəstə adamların dediklərindən oturub durmaq olmaz. Hər kəsi bilir. Mənim sözüm bu qədər. Allah Türk'ü qorusun. Dünya bütün Altaylardan Tunya kimi və harada bir Türk toplumu varsa, kimsə ruhdan düşməsin. Mücadiləmiz sonuna kimidir. Biz öləcəyik, mini doğulacaq. Kimsə etməsin. Bu yol açıqdır, bu yol gedilir. 100 il bundan qabaq da Enver Paşa da bunu getmişdi. Ondan başka aydınlarımız da bunu getmişdi. Gazi Mustafa Kemal da bunu getmişdi. Hamısı getmişdi. Yani bugün de var həmin oğullar. Kimsə buna şübhə etməsin. Və birliyimizi pozan bölücülərin hər biri ölümünü gözün qarşısına gəlsin. Kimsə bu milləti bölməyə qalxmasın. Millətin bir daşını verməli. Bizimlə kimsə anayasanı Avropanın sözündən, Amerikanın sözündən ay bunu verək, yazaq, pozaq. O anayasa 100 minlərlə şəhidin qanınla yazılıbdır. Onu kimsə dura dəyişdirək, kimsə dura pozaq, kimsə onu nəst eləyək. Bu şeylərə getməyin. Yarın bunun bədəlini ödəyəsiniz. Mənim deməm bu. Bu qədər.